Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yafqahu qavli. Əziz qardaşlarım, elhamdülillah ki, Allah subhanahu wa ta'ala bizə nəsib elədi Ramazan ayına yetişməyi və Allahdan istəyim budur ki, bu ayda bizə onun buyurduğu ibadətləri yerinə yetirək və o ibadətləri bizdən qəbul etsin. Bu ay elə belə ay deyil. Bu ayı Allah subhanahu ta'ala Quran-ı Kerimdə mübarək ay adlandırır. Bu ay təqva ayıdır. Yəni, ayədə Allah subhanahu ta'ala nə deyir? Ya eyyuhellezine amenu kutiba aleykumus siyamu kema kutiba alellezine min qablikum leallekum tettakun. Fikir verin, tettakun, təqva ayədir. Yəni, bu ayda günahlardan çəkinmək, qorunmaq, azaltmaq onları, özünü, nəfsi tərbiyə etmək ki, o biri aylarda da günah eləməyəsən, fürsətdir. Orucu tutmaqda da elə məqsəd budur. Allah Teala bu ayədə deyir ki, sizdən əvvəlkilərə oruc tutmaq vacib buyurulduğu kimi sizə də vacib buyuruldu. Məqsəd nəyə görə vacib buyuruldu? Ləalləkum təttəqun. Günah işlərdən çəkinəsiniz. Allahdan qorxasınız. Bu ay həmçinin səbir ayıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə deyir ki, kim səbir ayını və o biri ayların hər 3 gününü oruç tutsa, Allah onun qəlbindəki kin kudurəki silib aparar. Yəni, bu ayı Allah rızası üçün oruç tutan adam qəlbində müsəlmanlara qarşı olan kini təmizləməlidir. Tamamilə çıxartmalıdır. Bu ay xülasə budur ki, savab əldə etmək və günahları silmək üçün böyük fürsətdir. Buna da gözəl bir hədis var. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisi möhtəşəm hədisdir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, Ramazan ayı gəldikdə artıq şeytanların əl-qolu zəncirlənir. Bunu kim eləyir? Bunu Allahın əmri ilə mələklər edir. Qoymur ki, o şeytanlar sənə yaxınlaşsın və səni yoldan çıxarsın. Uzaqdan vəsvəsə verə bilər. Təsəvvür edin o adamlar ki, Ramazanda da günah işlər görürlər, gör nə gündədirlər. Şeytanların zəncirləndiyi bir vaxtda günah eləyənlər gör nə gündədirlər. Sonra davam edir Peyğəmbər sallallahu aleyhi ve sellem. Deyir ki, bu ayda cənnətin qapıları açılır və cəhənnəmin qapıları bağlanır. Bu nə deməkdir? Yəni, cənnətin qapıları açılır ki, cənnətə getmək istəyənlər ora getməsi üçün bir səbəb, özləri o səbəbi yaratsın. Bu ayda o qədər iş görə bilər ki, o səbəb yaranar. İndi o əməlləri qısa şəkildə deyəcəm ki, bu ayda nə etməliyik ki, cənnət əhlindən olaq. Və cəhənnəm bizim üçün, cəhənnəm qapısı bağlı olsun bizim üçün. Ora heç vaxt girməyək. Sonra davam edir Peyğəmbər sallallahu aleyhi ve sellem. Deyir ki, həmin vaxt, yəni ay başlayanda mələk, carçı mələkdir. Allah subhanahu ona həvalə edib, tapşırıb, vəzifə verib ki, bütün kainata car çəksin. Desin ki, ey xeyir əldə etmək istəyən şəxs, xeyir əldə etməyə tələs, ey şərdən qorunan kimsə, şərdən uzaq dur. Bunu elə bil Peyğəmbər sallallahu aleyhi ve sellem bizə deyir ki, xeyir istəyirsənsə, bu ayda ən çox xeyir əldə edə bilərsən. Şərdən qorunmaq da yenə, bu ayda daha çox şərdən qoruna bilərsən. Çünki mübarək aydır. Və hədisin əsas yeri gəlir. Əsas yeri nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahın bu ayda cəhənnəm odundan xilas etdiyi kimsələr var. Möminlər. O möminlər ki, bu ayda Allaha yalvarır, Allahdan bağışlanma diləyir, Allah da onları bağışlayır və onlar cəhənnəmli olmurlar. Birbaşa cənnətə gedirlər. Və
Peyğəmbər sallallahu aleyhi ve sellem hədisin axırında görür nə deyir? Bu, Ramazanın hər gecəsi baş verir. Allahu Akbar. Təşviq edir səni ki, Ramazan gecələrini ibadətlə keçirəsən, yatmayasan. Düzdür, iş-güc adamları var, onlara yatmağa məsləhətdir ki, gedib işdə sonra yatmasınlar. Ancaq bacardıqları qədər bu gecələri ibadətlə keçirsinlər ki, cəhənnəmdən xilas olsunlar. Günahları bağışlansın. İndi başqa bir hədisdə Rasulullah sallallahu aleyhi ve sellem görün nə deyir? Bu da bu hədisi tamamlayır. Bir insanlar arasında elə insanlar var ki, onlar xeyir qapılarının açan, şər qapılarını bağlayanlardır. Həmişə çalışırlar ki, insanlara xeyir qapılarını açsın. Xeyirxah işlər görsün. Xeyirxah işlərə yönətsin və şər əməllərdən çəkindirsin. Həmçinin də əksi. Elələr də var ki, şər qapılarını açır, xeyir qapılarını bağlayır. Və hədisin sonunda deyir ki, xeyir qapılarının açarları əlində olan kimsənin xoş halına, şər qapılarının açarları əlində olan kimsənin vay halına. Bu ay bir mədrəsədir də bizim üçün, məktəbdir. Bu ay biz özümüzü öyrəşdirsək ki, ancaq yaxşı işlər görək, insanlara yaxşı işlər görməyə yönəldək, sonraki aylarda da artıq öyrəşmişik. O cür olacaq. Yox, əgər əksinə olsaq, vay bizim halımıza. Sahabələr deyərdilər ki, əgər sən bilmək istəyirsənsə ki, bu ayda etdiyin ibadətlər qəbul olub, bundan sonraki ayda olan halıva bax. Bundan sonraki ayda əgər sən daha da yaxşı işlər çoxaldırsan, daha da çox yaxşı işlər görürsən, şər əməlləri azaltmısansa, deməli, bu ayda gördüyün ibadətlər qəbul olub. Allah Subhanahu taala səni sevir. Qəbul olub və sənə növbəti aylarda yenə yaxşı işlər görməyə kömək edir. Yox, əgər bu ayda sən ibadət eləmirsən, amma bu ayı qutarandan sonra yenə pis əməllərə qayıdırsansa, daha da betər olursansa, bir ki, o elədiyin əməllər hamısı boşuna gedib. İndi biz çalışaq, o xeyir qapılarının açarları əlində olan insanlardan olaq. İnsanlara fayda verək. Baxın, bu xüsusda Quran-ı Kərimdə gözəl bir misal var. Bu məsələ də Allah çəkir. Allah belə məsələlər çox çəkir Quranda. Ra'd surəsindədir, 17-ci ayədə. Allah Subhanahu taala deyir ki, Allah göydən su endirir. Və həmin o su o qədər çox olur ki, vadilər dolur, məzrasından daşır, çıxır qırağa və sel olub gedir. Qarşısına nə gəldi, götürüb aparır. Və sel axarkən, selin üzərində köpük olur. Sonra Allah Subhanahu davam edir. Deyir ki, insanların odda əritdikləri əlvan metallar da, qızıl, gümüş və s. buna bənzəyir. Qaynayarkən üzərində köpük olur. Axırda nə baş verir? Allah Subhanahu ayədə deyir ki, axırda o köpüklər yox olur, yerdə dəyərli olanı qalır. Sel gedir, çıxıb gedir, köpüyü də gedir, hər şey gedir, amma o torpaqdan başlayır, faydalı bitkilər çıxmağa, insanlara fayda verir. O torpaq, münbit torpaq. O metal qaynadanda da həmçinin köpük yox olub gedir, yerdə nə qalır? Qızıl və yaxud gümüş. Dəyərlisi yerində qalır, amma köpük gedir. Sonra Allah Subhanahu deyir ki, Allah haqqa və batilə belə misal çəkir. İbn Abbas radiyallahu anhuma bu ayəni izah edəndə deyir ki, faydalı elmi özündə daşıyan və onu insanlara öyrədən kimsələr həmin bax bu ayədə deyilənə bənzəyir. Dəyərli olana bənzəyir. İnsanlara xeyir verən tərəfə bənzəyir. Faydasız insanlar, şər qapılarını açan insanlar, şər yayan insanlar, pislik eləyən insanlar köpüyə bənzəyir. İndi bir misal çəkim, lap aydın olsun. Peyğəmbərlər nəyə bənzəyir?
Həmin o dəyərliyə bənzirdi. Həmişə insanlara yaxşı şey öyrədiblər. Düz yola yönəldiblər. Peyğəmbərlər əsrlər boyu da adları çəkilir və onlara rəhmət oxunur. Onlara salavat və salam deyilir. Elə deyil? Deməli, bunları insanlar yaddan çıxartmıyor. Çünki onlar insanlara ancaq yaxşılıq ediblər. Köpük kimi olan Fironlar, Nəmrudlar, Qarunlar, sonra kimlər, onlar öz zamanında köpük kimi şişiblər. Onlar üçün heykəl qurublar, onlar üçün qızıldan nə eləyiblər. Axır ki, zamanında onlar şişib, sonra nə baş verib? Köpük ki partlayır, yox olur. Onlar da yaddan çıxıb. Unudulub. Çünki dəyərsiz insanlar olub. Siz bilirsiniz, SSR vaxtı, SSR məkanında Leninin 70.000 ayaqüstü heykəli var idi. O komünist fikirli insanı 300 milyonluq, cəmi 300 milyonluq xalqa sevdirmək üçün o heykəllər qoyulmuşdu. Pulların üstündə başının şəkli 100-lükdə, 50-likdə, 25-likdə və s. Hər yerdə küçə, zavod, fabrik, hər yerdə onun adı, şeirlər və s. ki, insanlara sevdirsin. Halbuki Allah'ı inkar edirdi. Allah da 72 ildən sonra onu tamamilə unutturdu. Getdi, yaddan çıxdı. İndi balaca uşaq, istənilən bir uşağı tap, yolda məsələn 6-7 yaşlı uşağı, məktəbli olsunlar. Deyən, Lenin kim deyəcək, nə bilim. Amma vaxtı ikən onu tanımayanı cəzalandırırdılar. Ki, necə sən onu tanımırsan? Dahi şəxsiyyətdir. Tanımalısan. Allah onu unutturdu, sildi. Bu köpüydü. İndi keçək həqiqi o dəyərli olan insana. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm. Allah Subhanahu Quranda deyir ki, وَرَفَعْنَا لَكَ ذِكْرَكَ. Nə deməkdir? Biz sənin zikrini ucaltdıq. Bir var, Peyğəmbər sallallahu aleyhi və səlləmin özünü Allah Taala ucaldıb onsuz da. Böyük şəxsiyyətdir. Allahın ən çox sevdiyi bəndəsidir. Bir də var, zikrini, yəni onun adını çəkilməsini deyir ucaltdıq. وَرَفَعْنَا لَكَ ذِكْرَكَ. Necə ucaltdıq? 24 saat dünyanın hər yerində azan verilir və azanda əşhədu ənə Muhammedə Rasulullah deyilir. Bunun qabağını heç kəs ala bilməz. Milyardlarla insan indiyə qədər gəlib gedib də 15 əsr ərzində. İndi də yer üzündə milyard yarım namaz qılırlar da bunlar. Təşəhhüddə nə deyir? Allahümmə salli alə Muhammedin. Subhanallah, adını zikr edir, gör harada ya namazda, özdə gündə 5 dəfə, fərzlərdə hələ sünnələri demirəm. Budur, وَرَفَعْنَا لَكَ ذِكْرَكَ. Adını ucaltdı Allah Subhanahu taala. O heç kəs alçalda bilməz. Və bir də istənilən dildə, istənilən mömin onun adını çəkən kimi dalıcan salavat gətirir. Bunu Allah istəyir. İndi gəlin baxaq görək, İmam Buxarinin səhihində rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Olduğu kimi hədisi oxuyuram. Allahın mənim vasitəmlə göndərdiyi Qur'an, o elm, torpağa düşən bol yağmura bənziyir. Bu torpağın bir qismi münbit olduğundan suyu canına çəkir və faydalı bitkilər yetişdirir. Bir qismi münbit olmasa da suyu özündə saxlayır. O sudan sonra insanlar içmək üçün, heyvanların su alması üçün istifadə edir. Axır ki, hər bir halda dəyərli insandan insanlar faydalanır. Ya onun öz elmindən, ya da kimdənsə nəql etdiyi elmdən. Hər bir halda insanlar faydalanır. Sonra davam edir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu Allahın dinini dərk edən, Allahın mənim vasitəmlə göndərdiyini faydalanan, elm öyrənən və bunu başqalarına öyrədən kimsələr kimidir, ona bənziyir. Ancaq bəziləri də var ki, onlar hamar qayaya bənziyir. Göydən yağış düşür, onun üstündə qalmır. Heç bir faydası da olmur. Bax, bunlar da o kəslərdir ki, onlar qafildirlər, savadsızdılar, elmsizdirlər.
insanlara heç bir faydası olmayan insanlardır. Peyğəmbər sallallahu aleyhi ve sellem təkcə özü deyil, ondan əvvəlki peyğəmbərlər də belə olur. O faydalı elmi özündə daşıyan insan xoşbəxt insandır ki, o insanlara o elmdən fayda verir. Faydalı elmdən, Tarixdə elə insanlar olub ki, onlarda elə elmlər olub ki, o elmin vasitəsi ilə, məsələn üçün, kütləvi qırğınlar törədib. Və getdi, ölənlərin hamısının günahı onun belinə yazılır. Elə insanlar olub ki, onlar öz elmi sayəsində minlərlə insanı yoldan azdırıb. Getdi, onların hamısının günahı onun belinə yazılır. Yəni, burada əsas o yağmur faydalı, o dəyərli. İstər o sel, istər də o sonra ayədəki yağmur. Onun içində əgər fayda varsa, faydalı sayılır. Fayda olmasa, onun öyrəndiyinin heç bir faydası olmayacaq ona. Yəni, nə qədər adı məsələn alimdir, professordur, akademikdir və s. Tarixdə heç kəs ona rəhmət oxumur. Oxumayacaq da, çünki o insanlara faydasız elmlə güya fayda verib. Faydalı elm ancaq Allahın öyrətdiyi elmdir. Cənnətə aparan elm. Dünyəvi işlərdə insanlara fayda verən adam, əgər Allahın elmi ilə və yaxud da imanla onu birləşdirirsə, o zaman Allah onu ucaldır. Allah Subhanahu Quranda nə deyir? Yərfə'illezine amenu minkum vellezine utul ilme daracət. Allah sizin aranızdan, yəni insanlar arasından. İman və elm ikisi bir yerdə olduqda onu ucaldır. Elm yoxdur, imanı var, amma elmli insandan götürdüyünü digər insanlara çatdırır. Bunda da fayda var. Yoxsa ki, iman yoxdur, bir dənə elm var. Bu həmin o hamar qayaya bənzəyir. Üstünə düşür su, o yağış düşür, elmi götürür və fayda vermir. Faydasız bir şeylə məşğul olur. Adlarını çəkməyəcəm, tarixdə elə alimlər olub. İslamda adlarını çəkməyəcəm. Ömrünün sonunda kitabı yazır ki, mən tövbə elədim. Ömrü boyu mən fəlsəfə ilə məşğul oldum. Elə bildim ki, nəyəsə nail olacam. Amma deyir, fəlsəfə sanki qulağı və elə bil ki, bu tərəfdən belə qaşımaqdır. Bu əlinlə rahat qaşıya bilərsən. Bu əli gətirib belə qaşıyırsan, özünü çətinliyə salırsan. Və ya deyir, fəlsəfə elə bil ki, dağın başında baxırsan ki, bir keçidir. Qalxırsan, o boyda əziyyət çəkəcək o məsafəni. Gəlib çatanda görürsən ki, bir dəri bir sümükdür. Faydasız bir şey. Bax, faydalı elmlə məşğul olmaq üçün Allaha dua eləmək lazımdır. Allaha dua eləmək lazımdır. Allahümmə enfa'ni bimə alləmtəni və allimni mə yənfa'uni və zidni elmə. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrətdiyi duadır. Allahım, bizə öyrətdiyin elmi bizim üçün faydalı et. Bizə faydalı elmi öyrət və bizim elmimizi artır. Bunu da Allah hər adama nəsib eləmir. Əvvəla gərək tövbə eləyəsən, haqq yola gələsən. Sonra gecə-gündüz Allahdan bağışlanma diləyəsən. Xüsusilə də indi Ramazan ayıdır. Allahdan bağışlanma diləyəsən. Bu vasitə ilə Allaha yaxınlaşasan, Allahın sevimlisi olasan. Ondan sonra nə baş verir? Mən yuridilləh bihi xeyran yufaqqihu fiddin. Allah kimi sevirsə ona bu dini öyrədir. Artıq həmin adam başa düşməyə başlayır ki, bu günəşi Allah niyə yaradıb? Gecəni, gündüzü, ayı, ulduzu bunlar niyə yaradıb? Əbəs yeri yaratmayıb baxa bunu. Məhz belələrini Allah Subhanahu taala ağıl sahibləri adlandırır. Görün nə deyir? İnnə fi xalqis semavati vel ardı və ixtilafil leyli ven nahari ləayətun liulil əlbəb. Göylərin və yerin yaradılışı, gecənin gündüzə, gündüzün gecəyə qarışması, ağıl sahibləri üçün ibrət var bunda. Ağıl sahibləri düşünür ki, bu yaradılış əbəs yerə deyil. Yəni, bunu yaradan var və o yaradan da bizi əbəs yerə yaratmayıb. Onları əbəs yerə yaratmadığı kimi. Sonra ayənin ardı gəlir. Həmin o ağıl sahibi başa düşəndən sonra ki, o var, yaradan var. Nə baş verir? Əl-ləzīnə yəzkurunəlləhə qiyamən və qu'udən və alə cunubihim və yətəfəkkərunə fi xalqis səməvət vəl ard. Onlar artıq başlayırlar
ayaq üstə olanda da, oturulu halda da, uzanmış halda da ancaq Allahı düşünürlər, Allaha yad edirlər. Namaz qılır, dua edir, zikir edir, axır ki Allaha yad edir ki, Allah onu sevsin. Və həmişə də fikirləşir ki, Allah Taala bu yaradılışı əbəs yeri yaratmayıb. Bizim gec-tez Allaha dönüşümüz olacaq. O dönüş olacaqsa, nə baş verəcək? Biz orada ola bilər ki, cəhənnəmli olaq. Qorxurlar. Ona görə ayənin ardından nə gəlir? Rabbənə mə xaləqtə həzə batilən subhanəkə fəqinə azəbənnar. Etiraf edir, deyir ki, Rəbbim, bunları əbəs yeri yaratmamışsan. Buna görə cavab verəcəyik biz. Bu həyatda yaşadığımız hər bir əmələ cavab verəcəyik. Bizi cəhənnəm əzabından qoru. Fikir verin, ağıl sahibləri adlandırır bunları. Kim ki, vaxtında nəsihəti eşidir, eşitdiyinə əməl edir, Allahın razılığını qazanmağa çalışır. Necə ki, sahabələr eləyirdilər və deyirdilər, səmi'nə və ata'nəğufranəkə Rabbənə və ileykəl masir. Eşitdik, eşidən kimi dərhal itaət etdik, yerinə yetirdik. Əgər bizim yerinə yetirdiyimiz əməldə nöqsan varsa, bizi onu bağışla. Çünki biz axırda sənin huzuruna qayıdacağıq. Bu əqidə belə olur. Həqiqi mömin belə olur. İndi diqqət edin. Ağılsızlar barədə gör Allah Taala nə deyir? Və qalu ləv kunnə nəsmə'u əv nə'qil mə kunnə fi əshab-ı səyir. Özləri etiraf edir, ha? Mulk surəsində də səhv eləmirəmsə. Düşürlər cəhənnəmə. Cəhənnəmə düşəndən sonra deyir ki, əgər biz nəsihət eşitsəydik, ağıllı olsaydıq, bura düşməzdik. Bu Allahu Akbar. Bu açıq aydın ayədir ya. Açıq aydın ki, ora düşəndən sonra özləri etiraf edəcəklər ki, biz ağılsız olmuşuq o dünyada. Yəni, ağıl o demək deyil ki, insanın başında, yaxud qəlbində o olsun, yerləşsin. Allah onu verib. Ağıl odur ki, onu sən necə istifadə eləyəcəksən? Nəyə istifadə eləyəcəksən? Nə qədər insanlar var, ağlını istifadə eləyir, ancaq nəyə? Yemək, içmək, şəhvət, yatmaq, ancaq dünyanın fani o əyləncəsinə. Allah Taala da Quranda nə deyir? Qoy onlar biraz əylənsinlər. Hə? Onları nəyə bənzədir? Heyvanlara bənzədir. Heyvanlar da əylənir də. O ağıl yoxdur, işlətmir ağılını. Yiyir, içir, şəhvətini ödür. Belə insanlar da həmçinin. Ağılını işlətməyəndə onlara bənzədir Allah Taala. Onların onun heç bir fərqi olmur. İnsan gərək ağılını işlətsin, çalıştırsın, insanlara xeyir versin. Onda Allah Subhanahu taala onu sevəcək. Baxın, Nizami Gəncəvi, Allah ona rəhmət eləsin. Görün nə deyir? Deyir, bilik kəsb etməklə dünyanı qazan. Əsmanı oxu ki, məna alasan. Qaç o sözlərdən ki, mənasız boşdur. İlahi elmlər öyrənmək xoşdur. Fikir ver. Şair demək istəyir ki, insanın savadı artdıqca digər insanlardan üstün olur. Və həmin o savad, hər savad insanı ucaltmır. İlahi savad insanı uzaldır. Allah Subhanahu taala başqa bir ayədə nə deyir? İnnə məkramakum indallahi ətqakum. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Allahdan qorxmaq üçün də, pis əməllərdən çəkinmək üçün də Allahı tanımaq lazımdır. Bilsən ki, Allah Taala əzab verəndir, cəhənnəmə salacaq günahkarları, şiddətli cəza verəndir və s. Bunların hamısını biləndən sonra sən günahlardan çəkinəcəksən. O həyasızcasına günah işlər görənlər var. Onlar Allahı tanımırlar. Ona görə o günahlar edirlər. Onlar bilsələr ki, Allah kimdir, nə qüdrət sahibidir, heç vaxt o günah eləməzlər. Bax, bir dənə böyük uzun hədis var. Onun əsas yerini danışacağım. Möminlər yığışıb Allahdan cənnəti istəyir və cəhənnəmdən Allaha sığınır. Dua edirlər ki, Allah onları cənnətli eləsin, cəhənnəmdən qorusun. Allah Subhanahu taala mələklərdən soruşur. Mələklər də onları şahiddirlər də, gəliblər, yığışıblar. Baxırlar ki, bunlar Allaha dua edir, yalvarır. Mələklərdən soruşur ki, onlar nə istəyir? Bilir ha, nə istəyir, amma istəyir mələklər şahid olsun, desinlər. Mələklər deyir ki, onlar səndən cənnəti istəyir və cəhənnəmdən sənə sığınır.
Deyir, onlar məyəm cənnəti, cəhənnəmi görüblər. Və əsas burasıdır. Deyir ki, yox, mələklər deyir, görməyiblər. Deyir, görmədən bu cür yalvarırlar. Görsələr, gör nə inəyərlər. Və təsəvvür edin, siz cənnəti görmüsünüz, cəhənnəmi görmüsünüz. Hansına daha çox can atarsınız ki, cənnətli olasınız, elə deyil. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə deyir ki, mən bildiyimi, başqa rəvayətdə gəlir, mən gördüyümü görsəydiniz, az gülüb çox ağlayardınız. Az gülüb çox ağlayardınız ki, Allah sizə rəhm eləsin və sizi o, mən gördüyüm yerə salsın, cənnətə. Və mən gördüyüm yerdən sizi qorusun cəhənnəmdən. Bax, əsas budur. Bunun üçün, əziz qardaşlarım, yəni cənnət əhlindən olmaq üçün, cəhənnəmdən qorunmaq üçün, əvvəldəki o hədisdir, demək ki, hər gecə Allahın xilas elədiyi bəndələri var. Bunun üçün biz bu ay boyu nə edəyək? Xülasəni deyəcəm qısa şəkildə. Bu haqda ayrıca 1 saatlıq dərs danışmışıq, nəsiyyət eləmişik, YouTube kanalında var, baxa bilərsiniz. Xülasəsini deyəcəm. Birinci, ən əsas, Ramazana başlayanda, o niyyət eləyəndə ki, mən oruç tutacam, Ramazanın axırına qədər. Niyyət eləyirsən ki, Allahım, sənin rizanı qazanmaq üçün bunu elə. Yəni, mənə nəsib elə ki, sənin rizanı qazanmaq üçün oruç tutun. Hətta dua da eləyə bilərsən. Deyə bilərsən, Allahümmə inni əudu bikə min ən uşrikə bikə və ənə ələm və əstəğfiruka limə lə ələm. Bu dua insanı riyadan qoruyur. Müsəlman qalasında var o. Birinci ixlas. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim Ramazan ayını imanla və ixlasla, əvəzini Allahdan umaraq, oruç tutsa, bütün keçmiş günahları bağışlanacaq. Bu birinci. Birinci ixlas. Onu düzəldin. İkinci məsələ, oruç gündüzləri tutanda qadağan olunmuş hər şeydən özünüzü qoruyun. Elə fikirləşməyin ki, bir dənə elə-belə söyüş söydüm, nə olacaq? Oruç batil olmur, düzdür. Ancaq savabın azalır axı. Və sən artıq özünü pis şeyə öyrəşdirirsən. Halbuki orucluq o pis şeylərdən çəkinmək üçündür. Nəfsi tərbiyələndirmək üçün. Və beləcə bütün o qadağan olunmuş şeylərdən uzaq durursan. O da Allah rızası üçün. Gecələrini gecə namazında keçirirsən, bacardığın qədər. Kimin məsələn üçün işi gücü yoxdursa, Ramazan ayı evində oturub rahat ibadətini eləyirsə, qoy gecənin çox hissəsini ibadətlə keçirsin. Kim iş gücü adamıdırsa, bacardığı qədər. Çox hissəsi ibadətlə keçirsin, bilirsiniz, nə deməkdir? İndi deyəcəksiniz ki, bəlkə də bugünkü gün yer üzündə bu qədər gecə namazı qılan yoxdur, ya da ki, tək tükdür. Muzzəmmil surəsinin 20-ci ayəsində Allah subhanət hələ Peyğəmbər sallallahu aleyhi ve sellemə deyir ki, biz bilirik ki, sən və sənin yanında olan sahabələrin bəzən gecənin 2/3-ni, bəzən yarısını, bəzən 1/3-ni namaz qılırsınız. Fikir verin. Əgər gecə 12 saatdırsa, bəzən 8 saatını, bəzən 6 saatını, bəzən 4 saatını. Ən azını deyirəm, 4 saat gecə namazı qılan var. Var. Və qalxıb 15 dəqiqə, yarım saat. Bir cüz qılanda gecə namazı, bir cüz. Oxuyanda gecə namazını deyirsən, əlhəmdülillah mən gecə namazı qıldım. Bir cüz. Amma onlar 3 günə xətm eləyirdilər Quranı. 4 günə xətm eləyirdilər. 5 günə xətm eləyirdilər. Bu cür ibadətlə məşğul idilər. Ramazanda ibadəti daha da artırırdılar. Biz bacarmırıq. Elə bir ki, bugünkü gün qiyamətə yaxın olan bu hazırki dövrdə bərəkət azalıb. Müsəlmanlar da zəifləyib. Həmçinin bu ayda çoxlu Quran oxumaq lazımdır. Bilirsiniz də, Quran bu ayda nazil olub. Ramazanda nazil olub. Qədir gecəsində. Dünya səmasına nazil olub, sonra 23 il ərzində hissə-hissə yer üzünə gəlib. Bu ay Quran oxumaq üçün fürsətdir. Bacardığımız qədər çoxlu Quran oxumalıyıq. Bir maraqlı bir şey deyim sizə. Deməli, Quran-ı Kərimdə açırsınız, bir dənə səhifədə 15 dənə sətir var. Hər sətirdə hərfləri toplayanda 40 dənə
təxminən hərf var. Onu vurursan 10-a, sonra 15-ə, axır ki, bu dəqiq yadımdan çıxıb, o gün qulaq asırdım bir alim danışırdı. Bir sətirdə elə bil ki, 6000 savab var. Bir səhifədə üzr istəyirəm. Bir səhifə Quran oxuyanda 6000 savab qazanırsan. İndi onu vurursan 607 səhifəyə. Bir dəfə xətm eləyəndə gör nə qədər sən savab qazanırsan. Ona görə nə qədər çox Quran oxusaq, bir o qədər bizim üçün bu ayda xeyirli, bərəkətli olacaq. Həmçinin bu ayda sədəqə vermək. Bunun özü də nə qədər savab qazandırır və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir. İbn Abbas radiyallahu anh'a deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm il boyu insanlara yaxşılıq edirdi, sədəqə verirdi. İl boyu. Onun yanına gələn adamı boş qaytarmırdı. Özündə olmayanda göndərirdi sahabəsinin yanına ki, get filan sahabədən götür istədiyini. Denən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi. Amma Ramazanda görün nəyə bənzədir ha İbn Abbas, subhanallah. Ramazanda bərk əsən küləkdən daha cömərd olurdu. Bu nə deməkdir? Yəni bir yerdə dayanmırdı. Gedirdi ona, buna hamıya yaxşılıq edirdi. Ona görə də bəzi zəngin insanlar, bəzi yox, bəlkə də çoxu Ramazanın biri zəkatı çıxarır, Ramazan boyu başlayır onu paylamağa. Ki, Ramazanda səxavətli olsun. Ramazanda daha çox savab qazansın. Həmçinin, qardaşlarım, bu ayda biz, bayaq dedim, qəlbi kin-küdurətdən təmizləməliyik. Bunun üçün də məsləhətim odur ki, Həşr surəsinin 10-cu ayəsini tez-tez səzdələrdə, dualarda, axır ki, yalvarın Allaha ki, o ayənin vasitəsilə, o dua ilə Allah qəlbimizi təmizləsin. Rabbana ighfir lana və li-ikhwanina səbəquna bil-iman və la təcəl fi qulubina ghillan lil-lezina amanu. Ey Rəbbimiz, bizi və bizdən əvvəlki möminlərin hamısını bağışla və möminlərə qarşı qəlbimizdə kin-küdurətə yer vermə. Keçən söhbətimizdə mən danışdım. Kin-küdurət başqa şeydir. Haqqa girmək başqa şeydir. Kimsə sənin haqqına girib, o haqqı halallıq vermək istəmirsən, vermə, o sənin haqqındır. Saxla qiyamət gününə, qiyamət günü ondan haqqını tələb edərsən. O sənin haqqındır. Amma həmin adam müsəlmandırsa, sən gecə-gündüz fikirləşirsən ki, buna nə hilə qurum, nə pislik eləyim. Bu artıq kin-küdurət saxlamaqdır qəlbdə. Bu da yaxşı şey deyil. Sahabələr belə şey eləməyib. Peyğəmbər sallallahu aleyhi ve sellem bilirsiniz də o 3 gün dalbadal cənnətlə ki müjdəliyir bir bədəvini. Bu bədəvidir, adi çoban. Amma qəlbi o qədər təmizdir ki, Allahın Rəsulü onu 3 gün dalbadal cənnətlə müjdəliyir. Və ondan səbəbini soruşanda deyir ki, mən heç kəsə qəlbimdə kin saxlamaram. Əsas budur, bunu bacarmaq lazımdır. O kin-küdurəti qəlbdən çıxarmaq. Həmçinin bu ayda vaxtında edəcəyiniz zikirlərdən əlavə zikirləri artırın. O zikirlər ki, orada məhdudiyyət yoxdur. İstədiyin qədər onu elə. La ilahe illallahdır, subhanallah və bihamdi, subhanallahil azim, la havlə və la quvvətə illə billah və digər zikirləri nə qədər çox eləsəz, o qədər çox savab qazanacaqsınız. Həmçinin dua eləmək. Nə qədər dua kitabları var. O kitabları qoyun yanınıza. Gecə namazını qıldınız, qutardı namaz, sonra götür o dua kitabını, duanı üzündən oxu. O duaların mənasına baxanda deyirsən ki, əgər mən bunların hamısını oxusam, Allah da burada istədiklərimin hamısını mənə versə, mənə başqa heç nə lazım deyil. Elə dualardır. Həmçinin iftar məsələsinə xüsusilə toxunaq. Bir çoxları iftarı gün batandan bir 20 dəqiqə, yarım saat sonra edir. Bu düzgün deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, gün batan kimi iftar edin. Əmr edir. Gün batan kimi iftar edin. Eləməsən onun əmrinə qarşı gedirsən. Bu bir. Mənim ümmətim gün batan kimi iftarı elədiyi müddətcə xeyir bərəkət içində olacaq. Səhih hədisdir. Eləməsən xeyir bərəkətdən məhrum olursan. Mənim ümmətim iftarı vaxtında etdiyi müddətcə digər ümmətlərdən fəzilətli olacaq. Eləməsən o fəzilət getdi.
İftarı vaxtı girən kimi edin. Çünki kitab əhli iftarı gecikdirir. Gecikdirəndə onlara oxşamış olursan. Və bir də 5-ci hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, biz Peyğəmbərlərə əmr olunub ki, iftarı vaxtı girən kimi eləyək. Buna diqqət yetirmək lazımdır. Və bir də ən əsas Allahdan bağışlanma diləməkdir. Nə qədər dualar var, bağışlanmaqla bağlı, mərhəmətlə bağlı, tövbə ilə bağlı, əfvlə bağlı, hamısını edin. Əlhəmdülillah, balaca bir kitab hazırlamışam. YouTube deyirəm, özür istəyirəm, saytdan yükləyib onu, o duaları oxuya bilərsiniz. Cənnətin açarı. O kitabın içində 30 səhifə Quran və hədislərdən seçilmiş dualar var. Hamısı Allahdan bağışlanma ilə bağlı olan dualardır. Və o dualar arasında xüsusilə Ramazana və xüsusilə Ramazan gecələrinə, ələl-xüsusda Qədir gecəsinə aid bir dua var ki, səhabə Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşanda ki, bu gecələrdə ən çox mən hansı duanı edim? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahümmə innəkə afuvun tuhibbul affa fa'fu anni. Allahım, sən əfv edənsən, əfv etməyi sevirsən, məni əfv et. Və bu duanı çoxaldın. İndi diqqət edin, Quran-ı Kərimdə 2 dənə ayə var. Bir ayə bizdən əvvəlki ümməti, Peyğəmbərləri, möminləri vəsf edir. Bir ayə sahabələri, o möminləri vəsf edir. Hər ikisi eyni mənadadır. Birində Allah Subhanahu deyir ki, وَبِالْأَسْهَارِ هُمْ مُسْتَغْفِرُونَ يَسْتَغْفِرُونَ üzr istəyirəm. وَبِالْأَسْهَارِ هُمْ يَسْتَغْفِرُونَ O birində deyir ki, وَالْمُسْتَغْفِرُونَ بِالْأَسْهَارِ Səhur vaxtı Allahdan bağışlanma diləyirlər. İkisi də eyni ayədir. Yəni, eyni mənalı ayələrdir. Səhur vaxtı Allahdan bağışlanma diləyərlər olar. Burada bir incə məsələ var. Bunu çoxları bilmir. Bax, səhuru gecikdirirlər sübh namazına qədər, elədir? Başlayırlar yeməyə, ta azana qədər yeyirlər. Azan veriləndə yeməyi dayandırır. Bu yanlışdır. Peyğəmbər sallallahu aleyhi ve sellem gecə namazını qılırdı, vitri qılırdı, artıq o 100 ayə qalmış təxminən dayandırırdı. Niyə? Həmin o vaxt ərzində Allahdan bağışlanma diləsin. Ən gözəl vaxt o. Gecənin 6'da biri, son 6'da biri, yarım saat qalmış. O vaxtı, bax, Peyğəmbərlər, onların davamçıları, hamısı Allahdan bağışlanma diləyiblər. Həmin vaxt səhuru da dayandır, yəni yeməyi içməyə dayandır, bitir. Ged otur, başla dua eləməyə. Allahdan bağışlanma diləməyə. Allah Subhanahu teala həmin vaxt duanı səndən daha tez qəbul eləyəcək və bağışlayacaq səni. Rasulullah sallallahu aleyhi ve sellem deməli, gecəni o qədər uzun uzadı namaz qılırdı ki, ayaqları şişirdi bəzən. Çoxlu ağlayırdı, taqətdən düşürdü. Onun halını görən həyat yoldaşı acıyaraq ona deyir ki, niyə belə özünə əziyyət verirsən? Cavabında nə deyir? Hamınız bilirsiniz. Əfələ əkunu əbdən şəkura. Şükr edən qul olmayım. Deməli, biz ibadəti nə qədər çoxalsaq, bir o qədər Allah yanında şükr edən qul sayılacaq. Yəni, şükr edən qul elə fikirləşməyin ki, dili ilə şükr edən qulu Allah Teala şükr edən qul kimi qəbul eləyir. Yox. Elə olsa, elə yer üzündəki hamı şükr edən qul olar. Təkcə dil deyil. Əməlinlə şükr edən qul olmalısan ki, Allah səni şükr edən bəndə kimi qəbul eləsin. Əməllə yer üzündə olan insanlar Allaha həqiqi qul olmadığına görə, elədir də, yer üzündə olan insanların 1/3 bütpərəstdir, 1/3 kitab əhlidir, 1/3 də adı ancaq müsəlmandır, Allah bilir nə işlə məşğuldur. Həqiqi o şükr edən bəndə, yəni başqa cür deyim, lap aydın olsun. Gecə namazı qılan nə qədər adam ola bilər yer üzündə? Çox az, elə deyil. Ona görə Allah Subhanahu deyir ki, وَقَلِيلٌ مِنْ إِبَادِيَ الشَّكُورِ Qullarımdan çox azı şükür edəndir. Layiqli şükür edən bəndə olmaq üçün gərək
layiqincə Allaha ibadət edəsiniz, qardaşlar. Allahdan istəyən budur ki, Allah Subhanahu taala bizə bu mübarək ayda bu sadaladığımız ibadətlərin hamısını səmimi qəlbdən, ixlasla yerinə yetirməyi nəsib eləsin. Bayaq dediyim duanı bir də təkrar edirəm. Allahümmə enfa'nə bimə alləmtənə və allimnə mə yənfəunə və zidnə ilmə. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.